Salam, xoş gördük sizləri. Hər birinizi yenidən mənim kanalımda. Mən sizin coğrafiya müəlliminiz Turan müəllim. Bugün sizlərə 11 may 2025-ci il tarixdə OTK və MGM-in birgə təşkilatçılığı ilə keçirilmiş blok sınağının deməli ikinci qrup üzrə 11-ci sinif coğrafiya suallarının izahını verəcəm. İlk öncə onu qeyd edeyim ki, sınağın izahı biraz uzun çəkə bilər. Çünki mən çalışdığı variantları ətraflı izah eləməyə çalışacağam. Ona görə səbirli olmağınızı, axıra qədər dinləməyinizi tövsiyə edirəm. Bu da bir sınaq izahı kimi yox, həm də dərs izahı kimi də qəbul edə bilərsiniz. 31-ci sualda deyir ki, 5 litr sudan 210 qram duz almışıqsa, bu hansı dənizin suyudur? Əgər 5 litrə 210 qram duz varsa, 1 litrə nə qədər olar? Bu tənasüb həll eləsək, taparıq ki, 1 litrə 42 qram duz düşür. Bu da 42 promillə deməkdir. 42 promillə deyən kimi dərhal şagirdlər nəyi seçməlidir? Qırmızı dənizi. 32-ci sualda Zəngəzur silsiləsi ilə Qarabağın ümumi oxşar cəhətlərini istəyir bizdən. Biz bilirik ki, Zəngəzurda qapçıqda buzlaq var, amma Qarabağda o qar xətti yaranmır. Çünki 3700, ən yaxşı halda 3616 metrdə Qarabağın ən hündür yeri Dəli dağdır. Burada isə buzlaq yarana bilməz. Gətirmə konusu olmaz. Çünki gətirmə konusu Azərbaycanda Şirvan, Qanı Xəyrçay, Gəncə Qazax, Qarabağ və Naxçıvanın Arazboyu düzləridir. Tez-tez sürüşmələr Böyük Qafqazda olar. Səthi Mezoy yaşlıdır. Vulkanik yerlərdə 4-cü dövr vulkanik suxurlardır. Zəngəzurda isə paleogen. Amma həm paleogen, həm də 4-cü dövr Kaynazoy dövrü olduğuna, Kaynazoy erası olduğuna görə doğru cavab Y bəndidir ümumi cəhət kimi. 33. Passat və qərb küləkləri üçün əlamətləri istəyir bizdən. Passat və qərb küləkləri daimi küləklərdir. Daimi küləklər olduqlarına görə də okean cəryanlarının yaranmasına, istiqamətinin dəyişməsinə təsir edəcəklər. Tropik enişlərdən ekvatora doğru yalnız passatlar əsər, qərb küləkləri mülayimə doğru əsir. Bu üçdə yazılan musson küləyidir. Musson. Yəni 2 ilə 3-ü atsaq, 2 ilə 3-ü atanda elə cavabımız çıxır. Eyni istiqamətdə əsə bilməzlər. Çünki fərqli-fərqli istiqamətlərdə əsirlər. Tropiklərdə mülayimə və ekvatora doğru əsirlər. Tropiklərdən yəni yüksək tərzidən alçaq tərziyə doğru əsirlər. Düzdür. Materiklərin iqliminin formalaşmasına təsir edirlər. Bu da doğrudur. İstənilən halda passatlar və qərb küləkləri materiklərin iqliminə kifayət qədər təsir edə bilir. 34-cü sualda nə istəyir bizdən? Deyir ki, A və B məntəqələrinə qış gündönümü günü günorta vaxtı günəş şüalarının eyni bucaq altında düşür. B məntəqəsi ilə Bakı şəhəri arasındakı ən qısa məsafə orta miqyaslı qlobusda 11,1 sm olarsa, A məntəqəsində günorta vaxtı günəşin düşmə uzağını müəyyən edin. A məntəqəsi qalsın hələ ki, biz gəlin B məntəqəsi ilə Bakı şəhəri arasında olan məsafəni hesablayaq. Orta miqyaslı qlobus, biz bilirik ki, böyük miqyaslı 30 milyondur, orta miqyaslı 50, kiçik miqyaslı 83. Elə olanda orta miqyasından götürək 1 bölünsün 50 milyona nə qədər düşür? 1, 2, 3, 4, 5-in siləndə deməli 1 santimetrə 500 kilometr. Elə olanda 11 onda 1-i vurarıq 500-ə. Bu da neçə eləyər? 5550 kilometr. Biz bunu belə çəksək, ekvator, Bakı şəhəri və indi baxaq. Bunu da böləyin 111-ə. Niyə? Çünki meridian üzərindən gedir də, düzdürmü? Belə olsa, biz taparıq ki, neçə dərəcə fərqi var Bakı ilə B məntəqəsinin enliyi arasında 50 dərəcə. Deməli, ya bizdən 50 dərəcə şimaldadır, ya 50 dərəcə cənubdadır. 50 dərəcə cənubda olsa, 10 dərəcə cənuba gedir. 50 dərəcə şimalda olsa, 90 dərəcə şimala gedir. 90 dərəcə. Bu olmaz məncə. Çünki burada görürsünüzmü, qış gündönümü günü günorta vaxtı günəş şüaları eyni bucaq altına düşür. Deməli, günəş şüaları düşür də bura. Günəş şüaları düşürsə, deməli bu 90-da isə qış gündönümü günü günəş şüaları düşməz. Deməli 10 dərəcə cənub enliyidir. Bəs ki, həmin gün günəş harda zenitdədir? 23,5 dərəcə cənub enliyində. A məntəqəsinə isə bununla eyni düşdüyünə görə, deməli A məntəqə 23,5 ilə 10 arasında neçə dərəcə fərq var? 13,5. Deməli A məntəqəsi, yəni B məntəqəsi ilə A məntəqəsi eyni bucaq altında düşürsə, deməli A məntəqəsi də bu cənub tropikindən 13,5 dərəcə ayrı, belə deyək, biraz kənarda yerləşəcək. 10 dərəcə cənubi enliyidir. 23,5 dərəcəndə 15, 13,5 dərəcə aşağı gəlsək, 37 dərəcədə cənub enliyində də A məntəqəsi yerləşəcək. Elə olanda bir dənə fikirləşin. Bu düsturumuz belədir. 90 çıxılsın enlik plus minus zenit bərabər neçəyə bucağa. 90-dan çıxarıq 37-ni. Bir də üstünə gələrək 23,5-i. Neçə eləyər? 76,5. Düzdür. Amma biz bunu belə də tapa bilərik. Məsələn, 23,5-in üzərində zenitlərsək, bura neçə ilə düşür? 90 ilə düşür. 90 ilə bura düşürsə,
23.5-dən 37-yə gedənə qədər 13.5 dərəcə fərq yaranır, əyilmə yaranır. 90 dərəcədən də əyilmənin çıxanda bizə neçə düşməlidir burada? 76.5. Doğru cavab nə olmalıdır burada? B bəndi. Növbəti sualımız 35-ci sualdır. Sərhəd keçməyən inzibati rayonlar. Oğuz Rusiya ilə sərhəddədir, olmaz. Qubanı götürərik, sərhədə düşmür. Şəmkir sərhədə düşmür. Beyləqan İranla sərhəddədir, götürməliyik. Samux Gürcüstanla sərhəddədir. Xocavənd sərhəddə deyil. Bizdən isə sərhəddən keçməyənləri soruşur. 2-3-6. 2-3-6 isə hardadır? Y variantındadır. 36-ya baxırıq. Şimali Amerika və Cənubi Amerika materiklərinin oxşar xüsusiyyətlərini istəyir. Bütün uzaq nöqtələri qərb yarımkürəsində yerləşir. Bəli, hər ikisi tamamilə qərb yarımkürəsindədir. Demək olar ki, onların düzdür, burada orada Şimali Amerika, Aleut adaları biraz gəlir. Amma indi materik götürəndə bütöv götürməliyik də biz bunu. Üç okeanla əhatə olunub, iki yarımkürədə yerləşir. Bu Şimali Amerikaya aiddir, ortaq deyil. Çünki Cənubi Amerika iki okeandır və üç yarımkürədir. Çöl təbii zonası bütünlüklə subtropik iqlim qurşağında yerləşir. Bu Cənubi Amerikaya aiddir. Çünki Şimali Amerikada subtropik və mülayim olmalıdır. Yəni 3 də səhvdir. 2 ilə 3 səhvdir. 2-dən 3 səhvdirsə, 4. Alçaq coğrafi enişlərdə meşələr daha geniş sahə tutur. Bu Cənubi Amerika üçün hə, düzdür, amma Şimali Amerika üçün yox. Çünki Cənubi Amerikada ekvator boyunda alçaq enişlərdə meşələr çoxdur, Amazon meşələri. Amma Şimali Amerikada meşələr isə tayqadır, enlili meşələrdir. Onlar hansı ki 50 dərəcə şimal enliyi, 60 dərəcə şimal enliyi bu aralıqda daha çoxdur. Ona görə 4 də səhvdir. Elə onda cavab çıxır əslində 1-5. Daxili axarisi hər ikisində azdır, düzdür. Amma 6-ya baxaq, nə deyir? Həm şimal, həm də cənub ucluq nöqtəsi eyni yarımkürədə yerləşir. Biraz çaşdırıcı ola bilər, həm də biraz düşünmək tələb eləyə bilər. Belə deyim də sizə, Şimali Amerikanın həm şimal, yəni Mivtson, həm də cənubu, həm Mariato, yəni bunlar hər ikisi şimalda və qərbdədir. Amma Cənubi Amerikanın ucqar şimalı, deməli Parinyas, şimal və qərbdədir. Cənubu isə, yəni Frauert yaxud Hornburn isə cənub və qərbdədir. Yəni şimal və qərb, cənub və qərb eyni deyil axı. Ona görə 6 olmaz. 37. Nə istəyir bizdən? Monarxiyanı. Avropa ölkələrində monarxiya Böyük Britaniya görürsünüz burada 6. Bunu götürərik. 5 Norveçi götürərik. 3 İspaniyanı götürərik. Doğru cavab nədir? 3, 5, 6. Almaniya olmaz, İtaliya olmaz, Polşa olmaz. 3, 5, 6 hardadır bəs? A variantındadır. 38-ci suala baxırıq. Doğru sıraları istəyir bizdən. Azərbaycan, Türkmənistan, Türkmənbaşı. Bu düzdür. Bektaş Türkmənistandır, Qazaxstandır. Ona görə 2 səhv olar. Azərbaycan, İran, Bakı, Rəşd kitab Ənzəli verib. Ənzəli verib. Ona görə biraz bu mübahisəli məqamdır. Azərbaycan, Rusiya, Bakı, Əştərxan. Bu Bakı, Əştərxan və Bakı, Mahatqala. Bu da düzdür. Daha dəqiq olan D variantıdır. Ona görə D-ni götürəcək. Çünki 3-də orada Ənzəli limanı verilib kitabda. 39-a baxırıq. Eksterasiya, defiliasiya və akkumulasiyanı istəyir bizdən. Eksterasiya buzlaqdır. Buzlaq. Defiliasiya küləyin dağıcı fəaliyyətidir. Külək. Akkumulyasiya isə gətirilib çöktürülməlidir. Bu əsasən çökək düzən relyeflərə aiddir. Deməli, İrlandiyada buzlaq olmaz, Yucatanda buzlaq olmaz elə də Saxalindən çıxarır. Qalır burada nə? A-la Y. 2-də Darfurda külək olar, bəs Kongoda, yox, Qərbi Sibirdə külək olmaz. Hə, cavab nə olmalıdır? Burada elə A bənd. Çünki Novaya Zemlyada buzlaq olar. Sonra Darfurda külək olar. Mississippi çayı gətirib akkumulyasiya yaradar. Aha. 40-cı suala baxaq. Miqyas budur. Xəttəki sahə budur. Həqiqi sahəni tapaq. Həqiqi sahə nəyə bərabərdir? Həqiqi sahə bərabərdir. Xəttəki sahə vurulsun. Miqyasın kvadratı bərabərdir. Həqiqi sahəmiz, miqyasımız, xəttəki sahəmiz nədir? 100-ü vuracaq nəyə? Xəttəki sahə. Xəttəki sahəni vuracaq miqyasın kvadratına. Burada silsə 1,5 qalır. 1,5-in kvadratı da 2,25 edir. O da bərabərdir. 100-ü 2,25-ə vuranda eləyir 225. Bu nəyimizdir? Bizim sahəmizdir. Bəs uzunluğumuz nə qədərdir? 405. Bəs sıxlığı necə tapırıq? Uzunluğu bölürük sahəyə. Yəni 225-i böləcəyik nəyə? Daha doğrusu tərsinəyim. 405-i böləcəyik 225-ə. Bir dəfə 225 çıxsa qalanacaq 180. Burada bölünmür 8. Burada sıfırdan da bəli. 1800. Doğru cavab nə olmalıdır? 1,8. Sıxlıq budur. Bu qədər. 41-ə baxaq. Deməli, 41-ci sualda nə istəyir bizdən? A-dan B-yə. Yəni, Şimali Amerikanın bax, bu ərazisindən B-yə. Landşaftlar istəyir. Burada olar, tayqa olar buralar. Biraz da yuxarıda
lap belə deyim, meşə tunduraya düşə bilər buralar. Buradan tayqa olar əsasən. Burada olar enliyarpaqlı meşələr. Biraz bu aşağıda olar dəhşət rütubətli meşələr. Amerikada dağlar meridianal istiqamətində olduğuna görə təbii zonalar buradan o tərəfə doğru gedir. Yəni məsələn belə getmir. Yəni, bax buralar çöl zonası buralarda olacaq falan. Meşə tundra olar, meşə tundra olar, meşə tundra ilə başlamaq olar. Meşə tundrası iynə yarpaqlı gəlir, amma sonra savana gəlməz. Ona görə A bəndi olmaz. B bəndində düz gəlir. C bəndinə baxaq. Çöllər olmaz. Çöllər burada olmaz. Çöllər burada olar. C bəndi ona görə gedir. İynə yarpaqlı meşə, meşə tundra tərsinə olmalıdır. Meşə tundradan sonra iynə yarpaqlı meşə olmalıdır. D bəndi olmaz. Burada da tərsinə olmalı. Yəni dəyişən rütubətli meşə enli yarpaqlı meşədən yeri dəyişiyor olmalı. Çünki dəyişən rütubətli meşə daha aşağıda olmalıdır. B bəndi doğru cavabdır. 42-yə baxırıq. Çimməli su qıtlığının mövcud olduğu ölkələr. Madaqaskarı çıxarsan, İslandiyanı çıxarsan, Mozambiki çıxarsan. Çünki onlar İslandiya ilə Mozambiki 100% çıxarsan. Çünki rütubətli ölkələrdir. Yəni 3 ilə 4-ü çıxsaq, elə cavabımız nə olmuş olur? Mavritaniya səhradadır. Türkmənistan Qaraqum səhrası, Pakistanda orada Tar səhrası, istənilən halda Pakistanda su çatışmazlığı, xüsusilə Lahor şəhərində, Karachidə burada müşahidə olunur. Gəldik 43-cü suala. Ümummilli məhsulun dəyəri ÜDM-dən daha çox olan ölkələr istəyir bizdən burada. Ümummilli məhsulun dəyəri o zaman çox ola bilər ki, bu ölkənin xaricdə çoxlu şirkətləri var. Bu şirkətlər isə adlanır transmilli şirkətlər. Yəni B. Bizdən burada səbəbin istəyirsə transmilli şirkətlər olmalı. 2-yə B olan variant hardadır? Görürsünüzmü? Burada qalır B və Y. İndi baxalım. B variantında həmin ölkələri verib 3-4, yəni Böyük Britaniya və Braziliya. Y variantında 200. Sizcə Yaponiya, Böyük Britaniyanın xaricdə çoxlu şirkətləri olar, yoxsa Braziliyanın və Böyük Britaniyanın? Təbii ki, Böyük Britaniya burada mühüm rol oynayacaq, hər ikisində də var. Amma görürsünüzmü, Braziliyanın, Yaponiyanı müqayisə edəndə biz hansını götürməliyik? Təbii ki, Yaponiyanı. 2-3 olacaq cavabımız. Yəni Y bəndi. Afrika ilə Cənubi Amerika litosfer tavalar. Baxın, litosfer tavalar materiklər üçün demir. Ümumi olan əlamətlər. Okean tipli tavalarla konvergentdir. Cənubi Amerika hə, amma Afrika yox. Yəni biri atarsan, şərq hissəsində sınma xətti keçir. Afrikada hə, amma Cənubi Amerikada yox. İkini də atarsan. Sonra 3. Həm okean, həm materik tiplidir. Bəli. Qədim Qondivananın tərkib hissəsidir. Bəli. Dərin okean novları Cənubi Amerikadadır. Çili və Peru novu, amma Afrikada olmaz. Cavan okeanın, yəni Atlantikin yaranmasında, həmçinin Hindin yaranmasında Afrikada iştirak edir. Doğru cavab nədir? C variantıdır. Burada yazsaydı ki, Atlantikin hə. Amma Hindin, yəni burada fərqi yoxdur. Hər ikisi cavan okean yaranmasında iştirak edir. 45-ə baxırıq. Nə istəyir 45-də bizdən? Ölkə əhalisinin sayı da 2020-ci ildə 1 milyon 18 milyon yox, 18 milyon 500 min nəfərdir. 24-cü ildə isə 19 milyon nəfərdir. Diqqətlə baxırıq. Neçə il keçib bəziləri? 4 il. Bəs əhali nə qədər artıb? 500 min. Deməli, 4 ilə 500 min əhali artıb. Bəs 1 ilə nə qədər artır? 125 min. Düzdür. İndi baxırıq. Əhalinin ancaq təbii artımı hesabına artdığını, illik təbii artımın sabit qaldığını, yəni bu davamlı olaraq belə artıb. Nəzərə alsaq 2021-ci ildə, yəni 2020-dən 21-ə 1 il keçib. 1 il sonra əhali nə qədər artır? 125 min. Əhali nə qədər idi? 18 milyon 500 min. 125 min gələndə 18 milyon 625 min olur da. O da hansı variantdadır? D variantındadır. 46-ya baxırıq. Bu sual tipi keçən il qəbula düşüb, diqqətli olmaq lazımdır nədə? Məsələn, şagirdlər daha çox sitrus meyvəsi görən kimi Lənkəran yazırlar, bu səhvdir. Niyə? Çünki burada iqlimə baxın, görürsün nə verib? Qışı quraq keçən. Qışı quraq yox, yayı quraq olmalı idi. A bəndi ona görə səhvdir. Çox adamlar yəqin ki, A bəndi yazacaq elə burada. Yəni bu variantı götürəcək. Yay otlaqları qalsın. B, C bəndində bax, qış otlaqları. Bax, burada qışı mülayim keçən. Yarım səhra quru çöl iqlimi qış otlağı ola bilər. Amma şəhər ordumanın qışı mülayim keçmir, qışı soyuq keçir. Yəni C bəndi ona görə səhvdir. D bəndinə baxın, suvarma əkinçiliyi qışı quraqçı soyuq iqlim. Soyuq iqlimdə niyə suvarma əkinçiliyi olsun ki? Ümumiyyətlə, soyuq iqlimdə niyə əkinçilik olsun ki? Orada nə olacaq əsasən? Yay otlaqları. Sonra Y bəndə dəmiyə əkinçiliyi. Qanı xərçaya verib yayı quraq keçən mülayim isti iqlim. Burada yayı yox, qışı quraq keçən mülayim isti iqlim olmalıdır. Həm də orada artıq dəmiyə əkinçiliyi deyə bilərikmi biz ona? İstənilən halda qanı xərçada suvarma olmalıdır. İndi burada doğru cavabımız nə qalır? Yay otlaqları, qışı quraq keçən soyuq iqlim, bəli, Qarabağ vulkanik ailəsi Azərbaycanın ən əsas yay otlaqları idi, hansı ki, işğal altına edib biz onu azad eləmişik. Bu da istər-istəməz heyvandarlığın və arıçılığın inkişafına təsir eləyəcək, töhfəsini verəcək. 47-yə baxırıq. Sahəsinə görə ən böyük Türk dövlət qurumu. Qurumu deyirsə, ən böyük olan nədir? SAXA-dır. SAXA Yakutiya.
Hə, buna aid olanları götürməliyik. Aqroiqlim resursları ilə yaxşı təmin olunmayıblar. Niyə? Çünki soyuqdur. Əhalinin sıxlığı azdır. Bəli. Niyə? Çünki ərazisi böyükdür, əhalisi azdır. Qarışıq meşə deyil, tayqa olar. Tayqa, arktik, sonra tundra olar. Qütb gecə gündüzləri olar. Niyə 66.5 kəsir? Dünya okeanına, bəli, Şimal Buzlu okeanına çıxışı var. Doğru cavab nədir? 2, 4, 5. Ural və Volqa boyu deyil, Sibir regionudur. Yəni altını atarsınız. Altını ilə buradan atarsınız. Cavab nə olmalıdır? 2, 4, 5 D variantı. 48-ə baxırıq. Əlamətlərin aid olduğu faydalı qazıntıları müvafiq olaraq müəyyən edin. Deməli, burada faydalı qazıntıları adından verməyiblər, işarə ilə veriblər. Bu qalaydır. Qalay. Bu boksit. Boksit. Bu nədir? Bəs fosforit. Bu misli yəqin ki, bunu tanıyırıq Gədəbəydə. Qaradağ yatağı. Bu da daş kömürdür. İndi baxırıq. Ən böyük ehtiyatları Şimali Afrikadadır. Bu fosforitdir. Yadınızda qalsın. Fosforitin ən böyük ehtiyatları Atlas dağlarındadır. Bir də Florida və Böyük Çin düzənliyindədir. Hə, birə C olmalıdır. Sağ olsun 3 dənə variantda C var. Sonra istehsalı enerji tutuludur. Yəni ucuz enerjiyə meyl eləyir. Bu da boksitdir. Əridib alüminium alırıq. 2-yə də B olmalıdır. Deməli A variantda getdi. Əsasən hasilat rayonlarında istehlak edilir. İstehlak edilirsə, deməli bu daş kömürdür. Özləri çıxarır, özləri də yandırır. Çin, Rusiya, nə bilim nə. Deməli 3-ə də olmalıdır ki, emalı əsasən hasilat rayonlarında həyata keçirilir. Bu misdir. Yəni D. Əsas ehtiyatları Cənub-Şərqi Asiyadadır. Qalay Wolfram quşağı olacaq. Bu da 5-ə A. 5-ə A olan hardadır? C variantındadır. Gəldik 49-a. Nə deyir? Kiçik Qafqazın Orta Arazın oxşarlığını istəyir bizdən. Paleozoy yaşlı sular həm Kiçik Qafqazda var, Əsrik çay, Tovuz çay, Zəyəm çayda, həm də Sədrəş qalxmasından Dərəliyazda. Ona görə ortaq olar. Mülayim isti iqlim Orta Arazda, yəni Naxçıvanda olmaz. Kiçik Qafqazın dağı təyində, alçaqlarında olar. Bütün demək olar ki, filiz faydalı qazıntılar hər ikisində olar. Soyuq iqlim tipində dağ çölləri yayılmışdır. Normalda dağ çölləri olmaz. Kiçik Qafqazda dağ çəmənləri və orada rütubətli meşələr olar. Bu dağ çölləri isə Naxçıvanda olacaq. Çayların qidalanmasında buzlaqlar. Gilançaydan söhbət gedir. Bu Gilançay da hardadır? Orta Arazdadır. Ərazisi bütövlükdə bir tektonik zonada yerləşir. Bu Kiçik Qafqazdır. Çünki Orta Arazının bir hissəsi Araz-Çaban platformasına düşür. Bir hissəsi isə Kiçik Qafqaz qalxmasına. Doğru cavabımız nə olmalıdır? 2, 6, 4, 5. 2, 6, 4, 5 isə yalnız B variantında ardıcılığı görürük biz. Növbəti sualımız nədir? 50-ci sual. Nə istəyir bizdən? İqtisadi rayonların oxşarlığın, yox, hər birinin özünə aid olan xüsusiyyəti. Bu bir Şəki-Zaqataladır. 2 haradır? Naxçıvandır. 3 haradır? 3 mərkəzi harandır. Həm filiz, həm qeyri-filiz faydalı qazlara zəngindir. Zəngindirsə Şəki-Zaqatalanı yox, şey götürməliyik. Naxçıvanı. Çünki zəngin deyir. Yəni Şəki-Zaqatalada bir dənə burada polimetal var. Vəsə. Şoranlaşmaya məruz qalsa suvarma əkintilidir. Suvarma əkintisi də mərkəz arasında olar. Əhalinin milli tərkib mürəkkəbdir. İngiloy, saxur, nə bilim, ləzgi, avar. Bunlar hara gedir? Şəki-Zaqatalaya gedir. Neft ixrac qaz kəməri buradan keçirsə, neft ixrac qaz kəmərlərimiz əsasən belə keçib gedir də. Bir də burada Bakı Novorossiysk belə keçib gedir. Deməli, bizə nə lazımdır? Bizə mərkəz aran, yəni 4 lazımdır. Çərdəkli meyvəçilik yəqin ki, bunu hamı düz yazar, düz götürər. Naxçıvana aiddir. Mülayim isti iqlimdirsə, yalnız burada mülayim isti iqlim Şəki-Zaqatalıya düşəcək. Deməli, 3, 6, 1, 5. 3, 6, 1, 5 hansı variantdadır? C variantındadır. Düzdürmü? 3, 6, 1, 5. Gələk növbəti sualımıza baxaq. Yenə iqtisadi rayonlara aid olan bir sual var. Torpaqların suvarılmasında istifadə olunan çayları. Viləş Lənkəran zonasının çayıdır. Götürərik bura. Bəlbələ çay Böyük Qafqazın şimal-şərqindən axır. Deməli, Qoba Xaçmaza düşəcək. Girdiman çay Ağsu çay. Bu Dağlıq Şirvandadır. Köndələn çay Qarabağdadır. Burada Xocavənddən başlayıb Füzuliyə gəlir. O da buradır. Düzdür. Gilan çay isə Naxçıvandadır. Bizə verilib 1, 1-ə C, 2-yə 2-yə olacaq D. 3-ə də nə olmalıdır? B. Hansı variantda Y variantındadır. Ki, burada 3-ə Y verir. Növbəti sual yarımadalarla bağlıdır. Kaliforniyanın, Cape York-u, Malakkanın. Kaliforniya Amerikanın qərbindədir. Şimali Amerikanın. Meksikaya məxsusdur. Soyuq Kaliforniya cəryanının təsiri ilə tropik səhra formalaşır. Cape York Avstraliyanın şimalındadır. Subekvatorial iqlim qurşağına düşür. Malakka isə Avrasiyanın cənubundadır. Orada ekvatorial düşür. Dekabr-fevral aylarında bol yağıntı düşürsə, bu hansına aid olmalı? Cape York-a, cənub subekvatorialın yayıdır deyə. Soyuq okean cəryanı deyən kimi avtomatik bu getməlidir Kaliforniyaya. İl boyu ekvatorial hava kütlələrinin təsiri altındadırsa Malakkadır.
Düz radiasiyası avtomatik, yəni A ilə D burada uzlaşır. D gəlir bura. Üzvü və kimyəvi aşıma intensiv gedir. Üzvü və kimyəvi aşıma intensiv gedir. Harda? Ekvatorialda. Doğru cavab 1-ə B-də 2A. B-də 2A isə cavab C variantındadır. Növbəti sualımız Qobustanla Ceyrançölə aid olan sualdır. Deyir ki, Qobustanın Ceyrançöldən fərqli xüsusiyyəti. Yəni Ceyrançöldə olmasın, Ceyrançöldə, Qobustanda olsun. Ayrı iqlim hər ikisindədir. Fərqli deyil. Palçıq vulkanları olar. Çünki Ceyrançöldə palçıq vulkanı yoxdur, Qobustanda var. Tektonik qalxma. Bəli. Çünki Böyük Qafqaz qalxmasına düşür. Bu isə Kür tektonik çökməsinə. Bedlent hər ikisindədir. Qışın mülayim keçən yarımsərə quru çölləmə hər ikisindədir. Filiz faydalı qazıntılar yayılmışdır. Heç birisindədir. Doğru cavab 2 və 3-dür. Adətən 3 variant çıxır. Amma indi burada 2 variant alınıb. Evi yox, belə olsun. 54-ə baxırıq. Samur Dəvəçi ovalığında doğruları istəyir bizdən. Samur Dəvəçi ovalığının şimalında düzən meşə çəmən torpaqları yayılmışdır. Bu şollara aiddir. Bu doğru olar. Biri götürək. Güdür Şirvan fiziki coğrafi rayonunda qara. Qara torpaq olmaz da Şamaxı İsmaildadır. Güdür Şirvana düşmür olar. Bir də Gədəbəydə, biraz da Xocabəndə düşür. 2 olmaz. Qrunsklanın çıxdığı bütün ərazilərdə deyir. Bax görürsünüz, bütün ərazilərdə olmaz axı meşə. Yəni bu olmaz. Bütün sözləri yazılan, yanlış sözləri yazılan, hamısı yazılan sözləri varsa, bu sözlərə diqqətlə baxın, həmin variantlara. Kiçik Qafqaz dağlarında dağ çöl landşaftı formalaşıb, bəli. Taş dağlarında qonur meşə torpaqlarına rast gəlinmir. Gəlinmir. Gəlinmir biraz ciddi, belə deyək də. Dağsa niyə qonur meşə torpağı olmasın? Düzdür, biz Talış dağları adını öyrənəndə öyrənirik ki, dağ sarı torpaqlar. Bəli, dağ sarı torpaqlar Talış dağlarından. Amma qonur meşə torpaqlarına rast gəlinmir. Yəni gəlinir də, orada az da olsa rast gəlinəcək biraz. Doğru cavabımız nə olmalıdır? 1 və 4. 55-ə baxırıq. Filippinin, İndoneziyanın, bir də Yaponiyanın oxşar xüsusiyyətlərini istəyir, ümumi əlamətlərini istəyir. Suvarma bilirik də, Yaponiyada mussonlar var. Ən azından ona görə çıxa bilərik. İndoneziyada ümumiyyətlə niyə suvarma olsun ki, ekvatorial iqlim qurşağıdır. Şəhər ərazisinin payı 80%-dən yuxarıdır. Bunu 100% deyə bilməzsən üçünə də. Bitkiçilikdə bəli, çəltiyi götürə bilərsiniz, yəni düyü əkinləri. Arxipelag hər birinin çoxlu adası var. Məsələn, İndoneziyanın 20 mindən çox, Filippinin 7 mindən çox, Yaponiyanın isə 4 mindən çox adası var. Fərqli olan vulkanları var. Krakatau İndoneziyada, Pinatubo Filippində, Yaponiyada isə Azo və Fudziyama vulkanları var. Perma tipli bunlarda olmaz. Şimali Amerikada, Avstraliyada və Şimali Avropada olar. Bunlarda olmaz. Doğru cavab 3-4-5-dir. 56-ya baxırıq. 56-da nə deyir bizə? A və C arasındakı havanın temperatur fərqi 3,6 Selsi olarsa, dayanaq. A-dan C-yə qədər. Yəni buna baxaq. Minə 6-dır. Bəs neçəyə 3,6 olar? Hesablayıb tapanda 3,6 neçə edir? 3600 bərabərdə 6x-a. X oradan bərabərdə 600-ə. Deməli, bunların arasında olan hündürlük fərqi nə qədərdir? Bunların hündürlük fərqi 600 metrdir. Amma 1, 2, 3 dənə aralıqları var. Elə olanda kəsmə hündürlükdə o aralıq. Kəsmə hündürlük bərabərdir 600 bölünsün 3. Bərabər olacaq neçə? 200-ə. Kəsmə yüksəlimiz 200-dür. Bu da dağdır. İndi sualda deyir, zirvə ilə B nöqtəsi arasındakı hündürlük fərqini müəyyən edin. Zirvə neçədir? 944. Zirvənin yanından keçən birinci horizontal, yəni bu horizontal, daxili horizontal hesab olunur və dağlarda bu zirvədən balaca olub, amma kəsmə yüksəkliyi bölünən ilk ədəd. Yəni 944-dən balaca olub, kəsmə yüksəkliyi bölünən ilk ədəd 800-dür. Bu 800-dürsə, bu 600 olacaq, bu da 400 olacaq, bu da 200 olacaq. Ən hündür yeri 944-dür, B nöqtəsi 200-dədir. Cavab olmalıdır 744. 57-yə baxırıq. Kənd təsərrüfatında məşğulluq istəyir. 10%-ə qədərsə inkişaf etmiş ölkədir. İnkişaf etmiş ölkə Norveçdir burada. Bir də nədir? Kanada. B və C. Sonra 20-40% istəyirsə, 20-40% isə deməli bu sənayeləşmiş ölkədir artıq. Götürərik bunu Braziliya. Yəni Braziliya burada var. Amma 80-90% geri qalmış ölkə, kasıb ölkə. Malini götürərik. Bir də buradan Əfqanistanı götürərik. A və D. Gələk situasiyaya baxaq. Situasiya hesablama deyil, yaxşı ki. Qara metallurgiya 1970-ci illərə qədər sürətlə inkişaf etmiş. Əsrin sonlarında etinin təsiri ilə sənayedə qara metala tələbat azalmışdır. Azalmasıyla artım sürəti aşağı düşmüşdür. Hazırda poladın əldə edilməsinin mərkəzi inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə keçmişdir. Bax, bu onların sənayeləşməsi həm də ekoloji təcavüz siyasəti ilə əlaqədardır. İndi baxaq.
Nə deyir? Mətndə verilmiş sənaye sahəsinin 20-ci əsr sonlarında inkişafının zəifləməsinin səbəblərini müəyyən yazın. Baxın bura yazıb da bura etinin təsiri. Etinin təsirində də görürük. Bir, material tutumluluq azalıb. Material tutumluluq azalıb. İki, dəmiri əvəz eləyə biləcək nə olub? Dəmiri əvəz edəcək materiallar hazırlanıb. Məsələn, bunu da hazırlayan nədir? Kimya sənayesi. Kimya sənayesi artıq dəmiri əvəz edə biləcək nəsə bizə verə bilir. Ha. Burada 59-da nə deyir? Mətndə verilmiş sənaye sahəsinin yerli xam mal hesabına inkişaf etməkdə olan ölkələrin əsas ölkələr qrupuna aid olan ölkələri müəyyən edib yazın. Ha, bu nə cümlədir? Deməli, bizə əsas ölkələr qrupu lazımdır. Çin, Hindistan, Braziliya, 4 dənə də olsa, Meksika. Bunlardan hansında deyir, özləri həm qara metallurgiyadan söhbət edir, həm daş kömürü var bunların, həm də dəmir filizi var. Yəni, yerli xammalın hər ikisi olmalıdır. Çində 100% var. Bir Çindir. Hindistanda da 100% hər ikisi var. Braziliyada da dəmir filizi var. Braziliyada dəmir filizi var. Düzdür, o daş kömürü alır, amma özünün də müəyyən qədər, yəqin ki, daş kömürü var. Biraz aşağıdadır amma. Amma az da çox deyil. Buna baxmayaraq Braziliyanı indi biz götürəcəyik. 3 dənə ölkə deyibsə, mütləq ki, Braziliyanı yazaq bura biz. Amma Çinlə Hindistan 100%dir. Həm daş kömürü boldur, həm dəmir filizi. 60-a baxırıq. Braziliyada dəmir filizi boldur, daş kömürü alır, amma özünün də var biraz. 60. Mətnə əsasən inkişaf etməkdə olan ölkələrdə polad əritmənin inkişaf etməsinə, onların sənayələşməsindən başqa təsir edən digər amilin mahiyyətini müəyyən edib yazın. Bu cür suallar, cümlə olar. Hə, nəysə. Diqqətlə baxaq burada. Sənayələşmədən başqa təsir edən digər amil nədir burada? Ekoloji təcavüz. Ekoloji təcavüzün mahiyyəti nədir? Çirkli istehsaldır da, bu qara metallurgiya yadınızda qalsın. Çirkli istehsaldır. Ya belə yazmalıydınız siz bunu. Çirkli istehsal sahəsi olduğuna görə, çirkli istehsal sahəsi olduğuna görə inkişaf etmiş ölkələr öz ətraf mühitlərini qorumaq üçün hara köçürürlər bu müəssisələri? İnkişaf etməkdə olan ölkələrə. Yəni, sadəcə onlar sənayələşməsindən başqa təsir edən amillər, inkişaf etmiş ölkə özü bunu köçürür o ölkəyə ki, havası, suyu, nə bilim, torpağı təmiz qalsın. Qoy, getsin inkişaf etməkdə olan ölkənin ərazisində olsun, çirklənsin. Beləliklə, bir sınaq izahının sonuna gəlib çatdıq sizlə. Növbəti sınaq izahlarında görüşmək ümidlə sağollaşıram. Sağ olun, özünüzə yaxşı baxın.